Nuh suresi. Rahman ve Rahim Allah'ın adıyla. Bismillahirrahmanirrahim. Öz qövmünə gönderdik Nuh'u elçi olarak. Ne kadar ki ağrılı bir əzab gəlib çıxmamış, qövmünə xəbərdarlıq elə söylədik ona. Dedi: ey qövmüm, mən sizə gönderilmiş bir elçiyəm. Olacağı açıqca xəbər verəcəm. Təkcə Allah'a ibadət eləyin, qorxun ondan və mənə də itaətdə olun. Keçsin suçlarınızdan, yazılı bir əcələ qədər möhlət versin sizə o. Allah'ın təyin elədiyi əcəl gəldimi, təxirə salınan deyil. Bunu bilsəydiniz. Dedi: Rəbbim, haqq yoluna çağırdım gecə gündüz qövmümü. Çağırdıkça imandan qaçardılar. Suçlarından keçənsən deyə hər dəfə haqq yoluna çağıranda onları parmaklarını kulaklarına tıkadılar. Paltarlarını başlarına çektiler. İnadlarından dönmediler. Arttı təkəbbürləri. Sonra hak yoluna onları səslədim ucadan və açıqca da, gizlində də haqqı təlqin elədim. Dedim: Rəbbinizdən məğfirət diləyin. Günahlardan keçəndir o. Göydən sizə bol yağmur yağdırar. Mal, dövlət, oğul, uşaq verərək sizə yardım eləyər. Sizə bağ-bağat yaradar, çaylar axıdar. Axı nə olmuş sizə? Nəyə görə yaraşdırmaq istəmirsiniz böyüklüyü Allah'a? Bir şəkildən başqa şəklə sala sizi o yaratmış axı. Məgər görməzmisiniz yedi göyü birbirinin üstündə necə yaratmış Allah? Aya aydınlıq, günəşə də ışıq vermiş bu göylərin içində. Torpaqdan yaratmış, bitki tək bitirmiş sizi Allah. Yenə torpağa qaytarar, yenə də oradan çıxarar sizi. Yer üzünü sizin üçün döşəmiş Allah. Döşəmiş ki, üstündəki geniş yollar ilə gedəsiz. Nuh dedi: Rəbbim, əleyhimə çıxmışlar. Mal, dövləti, oğul, uşağı yalnız zərərini artıran bir kimsəyə uymuşlar. Əleyhimə birbirindən böyük hilələr qurmuşlar. Cəmaata demişlər: Tanrılarınızı nə badət tərk eləyəsiz. Vad, Şuva, Yağus, Yəuq və Nəsir bütlərinə ibadətdən qalmayın. Bir çoxunu beləcə azdırmışlar yolundan. Sən də bu zalimlərin artır sapqınlığını. Günahları üzündən sulara qərq oldular. Sonra da onları od içinə saldılar. Allahsız qaldılar deyə bir kimsə də tapılmadı onlara yardım eləyə. Nuh dedi: Rəbbim, kafirlərdən bir kəsi də yer üzündə qoyma qala. Sağ buraxsan onları azdırarlar yolundan bəndələrini, ya da artırarlar sayını əxlaqsız kafirlərin. Rəbbim, atamı, anamı, evimə mömin olarak girən kimsəni
Mömin kişilərlə qadınları bağışla, zalimları məhv elə.